Şuşada Azərbaycanımızın gözəl qızlarını bax belə əl-ələ verib gəzən görmək doğrudan da çox gözəl təsir bağışlayır insana. İndi gözəl qızlarımızdan, burada təhsil alan, burada yaşayan gözəl qızlarımızdan müsahibə alacağıq. Onların bayramla bağlı təəssüratlarını eşidəcəyik. Mahizar və Təranə. Təranə, buyur, sənin dirək sözlərini istəyir. Biz bugün burada hamımız xoş məqsədlə toplaşmışıq. Onu demək istəyirəm ki, başda Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah bütün qazilərimizə kömək eləsin. Bizim burada olmamızın səbəbi hamısı onlar sayəsindədir. Bugün Şuşada bizim xoş səslərimiz eşidilir. Əvvəla bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Başda qazi ailələri olmaqla şəhid ailələrdə. Şuşa sakiniyik, ikinci ildir ki biz burada yaşayırıq. Yoldaşım Şuşa bir nömrəli məktəbdə işləyir. Biz Şuşasız bir dəqiqə özümüzü təsəvvür etməmişik. Şükür bugünkü günə ki Şuşa alınıbdır. Dəyərli izləyicilərimiz, Şuşada yalnız Şuşalılar yaşamır, Naxçıvanlılar da var burada və Naxçıvan televiziyası olaraq əlbəttə ki biz Elçin müəllimlə müsahibə götürməyə bilməzdik. Xoş gördük sizi Elçin müəllim. Xoş gördük, bayramımız mübarək. Mən də sizləri gördüm, çox sevindim. Nə iş görürsünüz burada? Nə ilə məşğulsunuz? 2021-ci ilin sonlarından burada Şuşa Dövlət Qoruq İdarəsində çalışıram. Hal-hazırda Şuşa Dövlət Qoruq İdarəsinin təsərrüfat sektorunun mütəxəssis vəzifəsində işləyirəm və 2022-ci ildən ailə uşağı da gətirmişəm bura. Hələ burada məktəb açılmamışdan qabaq bizim uşaqlar burada oldu. Ona görə bir il uşaqlar məktəbdən də geri qaldı. Bunlara baxmayaraq biz qürur duyuruq, fəxr edirik. Şuşanı o qədər sevirik ki, gəlmişik uşaqlarımızı burada böyüdürük. Artıq 3 il yarımdır sən Şuşada yaşayırsan. Necədir Şuşada yaşamaq, Şuşada işləmək? Günay xanım, əzizim, xoş gəlmişsiniz. Hər birinizi salamlayırıq. Naxçıvan bizim üçün çox doğmadır və mərd oğullar diyarıdır Naxçıvan, dostlar diyarıdır Naxçıvan. Artıq 3 il yarımdır, evimdir, doğmalardır insanlar burada. Yəni mən burada özümü yad hiss eləmirəm. Buradan da bütün Naxçıvana sevgilərimizi, hörmətimizi göndəririk. Şuşadan bayram əhval-ruhiyyəli reportajımız davam edir. Güllü bağda gəzişərkən TikTokda öz istedadı ilə məşhur olan Azərbaycan gənclərindən biri ilə rastlaşdım. İlkin Rəhimli. İlkin, səni xoş gördük. Bayramın mübarək olsun. Sən də deyəsən əslən Şuşalısan və bugün bayramı doğma vətəndə qeyd eləməyə gəlmisən. Bəli, çox sağ olun, minnətdaram. Xoş gəlmişsiniz Şuşamıza, vətənimizə. Mən də bütün Azərbaycanlıların bu Novruz bayramını təbrik edirəm. Çox şükür bu günə ki, Şuşamızda, vətənimizdə, Qarabağımızda bayram ab-havası səslənir, duyulur. Bu mənim üçün böyük bir fəxrdir. İllər sonra biz yenidən bu torpaqlara qədəm qoyduq, ayaq bastıq və gəlib burada biz Novruz bayramını təntənəli şəkildə qeyd edirik. Bu mənim üçün xoşdur, minnətdaram. İstərdim gəlmişkən sizə də bir qısa da olsa bir musiqi ifa edeyim, bayram ab-hava. Olmaz əlbəttə ki. Bəli, bəli. Yollar əlvan boyanar, qəlblərdə arzu yanar. Yollar əlvan boyanar, qəlblərdə arzu yanar. Göydən məhəbbət yağar bayram axşamlarında. Göydən məhəbbət yağar bayram axşamlarında. Nəğmə olur dalğalar, qış dönüb olar bahar. Göydən məhəbbət yağar bayram axşamlarında. Gözlərə sevinç qonar bayram axşamlarında. Bayramınız mübarək, var olun. Şuşada indi hal-hazırda düzdür, rəqslə məşğulam, amma mən gələcəyimi biznesmen olaraq Şuşada davam etdirmək istəyirəm. Əlbəttə məktəbdə də davam eləmək istəyərdim, çünki məktəbimiz həm çox maraqlıdır, həm hər bir şeylə təmin olunub deyə asandır da. Amma mənim ən böyük istəyim, uğurum biznesmen olmaqdır. İnşallah ki də istəyimə nail ola bilərəm.
Salam, mən Kərimova Xədicə. Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin 6-cı sinif şagirdiyəm və mən Şuşada yaşadığım üçün çox qürurlanıram və burada Novruz bayramı keçirmək çox gözəl bir hissdir. İnşallah gələcəkdə hüquqşünas olub burada fəaliyyət göstərmək istəyərəm. Bugün sevindirici bir gündür. Ona görə sevindirici bir gündür və özüm də çox sevinirəm ki, bugün mən bu torpaqda yaşayıram. Doğulduğum ata-baba yurdunda yaşayıram və bu ap-havanı görürəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm. Onların canı, qanı bahasına biz bugün bu torpaqlarda yaşayırıq.